Təhsil müəllimi fotosessiyaya baxıb nə dedi? Həyatım, sən çox gözəl görsənirsən. Mən səninlə çox fəxr edirəm. Rəqsanə İsmayılovaya sahiblənmək, onu evinin xanımı etmək üçün iki hünər lazımdır hər kişinin. Ramiz Mehdiyev də ev dustağıdır. Rəqsanə İsmayılova da ev dustağıdır. Ramiz Mehdiyev həyətində fırlanır. Rəqsanə İsmayılova isə konsert verir, televiziyalara çıxır. Sosial şəbəkələrdə mütəmadi çıxışlar eləyir. Kim həqiqi ev dustağıdır belə olanda? Burada şəxslərin, adların bir o qədər əhəmiyyəti yoxdur. Aha. Adından da bəllidir, ev dustaqlığı. Bunun yaşadığı, göstərdiyi ünvandan, orada ünvan birmənalı konkret dəqiq olaraq Qeydi göstərilir olur. ki, Aha. Bakı şəhəri, bu küçə, bu ünvan, bina bu, ev bu və yaxud da ki, mənzil bu, fərdi yaşayış evi olaraq oranı tərk etməmək. İlk öncə mən buradan Səidə Bəkir qızına bir demək istəyirəm ki, media nümayəndələrinin hüquqi proseslərə yanaşması, ictimai rəyə təsiri və peşə etik çərçivəsinin məsuliyyət məsələsidir və məsuliyyət hiss etməlidir. Ramiz Mehdiyev barəsində ağır ittihamlar irəli sürüldüyü üçün onu sərt ev dustaqlığı tədbiri tətbiq edildiyi, evdən çıxışının qadağan olunduğu və elektron nəzarət altında saxlanıldığı bildirilir. Rəqsanə İsmayılova isə küllü miqdarda dələduzluq ittihamı ilə daha yumuşaq ev dustaqlığı tədbiri altındadır. Yəni borclu şəxsdir. Bu çərçivədə efir və konsert fəaliyyətlərinə icazə olduğu qeyd olunur. Bu imkanların, öhdəliklərin yerinə yetirilməsi və dəymiş ziyanın ödənilməsi şərti ilə mümkün olduğu vurğulanır. Hüquqi proseslərə emosional və şəxsi yanaşmaların, qanunvericiliyin və dövlət institutlarının təhdid dili ilə hədəfə alınması cəmiyyət üçün qəbul edilməzdir. Belə davranışlar ciddi hüquqi nəticələrə səbəb ola bilər. Jurnalist fəaliyyətinin əsas prinsipləri obyektivlik, etik davranış və cəmiyyət qarşısında məsuliyyətdir. Aqressiv üslub, qarşı tərəf alçaldan yanaşma və qərəzli təqdimatlar həm peşəyə olan inamı azaldır, həm də cəmiyyətdə gərginlik yaradır. Media nümayəndələrinin davranışı jurnalistikaya olan ümumi münasibətə birbaşa təsir göstərir. Müzakirə olunan video müsahibənin əvvəlcədən razılaşdırıldığı və qarşı durma xarakteri daşıdığı təəssüratı yaranır. Bu cür yanaşmaların ictimai fayda vermədiyi açıq görünür. Unutmaq olmaz ki, çətin vəziyyətdə olan insanlara qarşı daha məsuliyyətli və insani mövqe sərgiləmək cəmiyyət üçün daha sağlam nəticələr doğurur. Yıxılana tapdalamaq deyil, anlayış göstərmək daha doğru yanaşmadır. Ümumilikdə mediada və ictimai müzakirələrdə milli, dini və insani dəyərlərə hörmət əsas prinsip olmalıdır. Şəxslərə qarşı davamlı hücum dili nə cəmiyyətə, nə də peşə nüfuzuna müsbət təsir göstərə bilər.